20 yanvar günüdür, şəhidlərimizin günüdür. Şəhidlər günü 20 yanvar günüdür. Biz şəhidlərimizi anırıq bugün Azərbaycan xalqı olaraq. Bəndəliyin zirvəsi şəhadətdir. Biləsiniz, Allah şəhidləri necə əzizləyir. Onda şəhid ailələri qəmləri azalar, ürəklərində sevinç gələr. Şəhid anaları bizə baxır, ataları bizə baxır, bilirəm. İstəyirəm bugün şəhidlərimizin ruhuna hədiyyə olsun bu sözümüz. Deyir ki, hamımız eşitirsiniz ki, şəhid dünyaya gəlməyi arzulayan yeganə mömin dəstədir. Ancaq kafirlər dünyaya qayıtmaq istəyər ki, əməllərini düzəltsin. Möminlər istəməz. Amma şəhid möminlərin içində, mömin Allaha bəndə olanların içində, mömin deyəndə bunu nəzərdə tuturam. Allahın bəndələrinin içində dünyaya dönmək istəyən yeganə varlıqdır. Sual olunur, niyə? Hamımız həmişə cavab verir ki, Allaha qovuşmağın ləzzətini yenidən dadmaq üçün istəyir, təzədən şəhid olmaq üçün.